Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərlinin məhkəmə prosesi keçirilib. Bu haqda açıqlamasında Elza Seyidcahan bildirib. O qeyd edib ki, məhkəmə ötən gün baş tutub. İfaçı qərarın onun xeyrinə olmasına baxmayaraq tam razı qalmadığını söyləyib. Elza Seyidcahan vəkili Elşən Behbudov əlavə edib ki, apellyasiya məhkəməsinə müraciət edəcəklər. Yasmal rayon məhkəməsində Ayşən Sultanovanın sədri ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq. Eyni zamanda məhkəmə Roza Zərgərlinin sözlərini yalan kimi qəbul edib. Buna görə üzr istəməsi tələb olunur. Amma təzminat təmin edilsə də üzr edilməyib. Buna görə də apellyasiya məhkəməsinə müraciət edəcəyik. Qeyd edək ki, Roza Zərgərli YouTube-da yayımlanan Baylar Soylar layihəsində Seyidcahanın ünvanına təhqiramiz fikirlər səsləndirərək onu meymun, təlxək, dəli adlandırıb. Şərəf, ləyaqət və işgüzar nüfuzun təhqir edildiyini bildirən Elza Seyidcahan qarşı tərəfi məhkəməyə verib.